Kitabı bilməyən elə savadsızlar vardır ki, onlar ancaq xülyalara dalar və ancaq zənnə uyarlar. Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da bu Allah tərəfindəndir deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına. Qazandıqları şeyə görə vay onların halına. Onlar dedilər, od bizə ancaq bir neçə gün toxunacaq. De, məyər siz Allahdan əhd almısınız? Allah verdiyi əhdə əsla xilaf çıxmaz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız? Xeyr. Günah qazanan və xətaları özlərini bürüyən kimsələr, məhz onlar od sakinləridir və orada əbədi qalacaqlar. İman gətirib yaxşı işlər görənlər isə cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Bir zaman biz İsrail oğulları ilə Allahdan qeyrisinə ibadət etməyəcək, valideynlərə, qohum-əqrəbiyə, yetimlərə və kasıblara xeyirxahlıq edəcək, insanlara xoş söz deyəcək, namaz qılacaq və zəkat verəcəksiniz deyə əhd bağladıq. Sonra az bir qisminiz istisna olmaqla haqdan üç çevirib döndünüz. O zaman biz sizinlə bir-birinizin qanını tökməyəcəksiniz, bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız deyə əhd kəsdik. Sonra da siz özünüz şahidlik edərək bu əhdi təsdiqlədiniz. Siz o kəslərsiniz ki, bir-birinizi öldürürsünüz.